İş vaxtı məsələsində mən birinci onu bildirim. Son pasiyent bitməyənə qədər bizim iş vaxtımız onsuz da bitməyir. Hamını yola salıb o şəkildə çıxıb gedirik. Mən də hətta işçilərimiz, qızlarımız məndən sonra da qalır. Bütün dosyaları sortirovka edirlər, ondan sonra evə gedirlər. Hətta günün axırında bir toplantımız olur bizim. Təzədən o prosedur başladığımız, süni məlumatlaşma elədiyimiz pasiyentlərdə verdiyimiz dərman dozlarını bir kere daha üstündən keçirik dosya üzərində ki, gözdən bir şey qaçmasın. O ki, qaldı qazi məsələsinə, bunu heç ümumiyyətlə dilə gətirməmək lazımdır. Çünki bu yəni sadəcə mənim etdiyim ya da mənim etməm gerəkən bir şey deyil. Bütün hamımızın bu mövzuda həssas olmamız lazım. Mən bilirəm ki, həssasıq onsuz da bu mövzuda. Hətta bu 2-ci Qarabağ müharibəsi başlamadan əvvəl də biz mən hardayamsa, harda işləmişəmsə həmişə yoldaşlarımıza belə köməklik göstərməyə çalışmışam. Və bu da bizim borcumuzdur qısacası. Yəni bunu mən şablon söz kimi demirəm, həqiqətə inanaraq deyirəm.